Beləliklə, Laçında tarixi hadisə yaşanır. Azərbaycan, Türkiyə və Pakistan liderlərinin zirvə görüşündən liderlərin mühüm bəyanatlarını eşitdik. Bir çox məqamlara toxundular. Azərbaycanın sülh yaratdığı torpaqlardan dünyaya sülh mesajı verildi bugün və regionda və daha geniş coğrafiyada sülh istəyirik və hər üç ölkə bunu əldə etmək üçün, buna nail olmaq üçün əlindən gələni edir və etməyə hazırdır. İlyas müəllim, sizin liderlərin bəyanatları ilə bağlı fikirləriniz maraqlıdır. Hər üç liderin çıxışı unikal idi, əhatəli idi, məzmunlu idi. Öz regionlarına və eyni zamanda üç tərəfli dostluğa yönəlmişdi. Məsələn, Cənab Prezidentin azad olunmuş torpaqlar üzərində əməkdaşlıq tezisini irəli sürməsi, digər sahələrdə, xüsusilə ticari, iqtisadi, enerji, nəqliyyat sahəsində əməkdaşlığa dəvət etməsi də xüsusi önəmə malikdir. Digər tərəfdən, qardaş Türkiyədə məhz PKK ilə razılaşması və terrorçuluğa son qoymaq istiqamətində sülh və barış addımları mühümdür və əlbəttə ki, Azərbaycan və Türkiyə prezidentləri də Pakistanın son baş verən proseslərdə dəstəyinin ifadəsi də eləcə də Şahbaz Şərif tərəfindən yüksək dəyərləndirildi və Şahbaz Şərif regional məsələlərə çox böyük diqqət ayırdı. Məsələn, hidroproblemlər və eyni zamanda burada baş vermiş hadisənin, insidentin araşdırılması ilə bağlı Pakistanın təklifinin rədd edilməsindən sonra Hindistanın Pakistana hücumu baş verdi. Və burada da çox mühüm məqam bundan ibarətdir ki, bir tərəfdən Azərbaycan və Türkiyənin Pakistana qardaş dəstəyi, toplumlar, ekspertlər sırasında olan dəstəklə yanaşı Pakistanın özünün yüksək müdafiə qabiliyyətinin olmasının biz şahidi olduq. Bu da bizi qürurlandırdı və hətta Pakistanın baş nazirinin qardaş Türkiyə səfəri zamanı gördünüz ki, Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan pıçıldadı ki, qələbəniz mübarək. Bəli, biz bu qələbəni bölüşürük, öz qələbəmiz hesab edirik və burada xüsusilə hava məkanında Pakistanın böyük üstünlüyü, Rafael MiG-29, MiG-30'ların məhv edilməsi Pakistanın yüksək texnoloji nailiyyətindən xəbər verir. Və Cənab Prezidentimiz də elə kosmik fəzada olan işbirliyi, süni intellekt sahəsində əməkdaşlığa dəvət etməsi də qarşıdakı dövrün prioritetlərini müəyyənləşdirir hesab edirəm. Hər üç dövlətin yüksək bu istiqamətdə potensialı vardır. Texnofestin keçirilməsi, bayraqdarlar və ondan sonraki insansız qırıcıların istehsalında Türkiyənin böyük nailiyyətləri həm də bizim birgə addımlarımızı müəyyənləşdirir. Gələcək daha işıqlıdır, daha güclüdür və əmin əllərdədir. Vətən müharibəsində də bayraqlarımız birgə dalğalanırdı. Bugün də Laçında dalğalanır. Əminəm ki, sabah da birgə dalğalanacaq. Və son sualım olacaq. Samitin Laçında keçirilməsi əlbəttə ki, təsadüfi deyil. Bunun çox mühüm əhəmiyyəti var və ekspertlər artıq indidən deyirlər ki, samit təkcə diplomatik hadisə deyil. Cənubi Qafqaz və İslam dünyasında inteqrasiya, sabitlik və əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır. Qısa desək, bu mərhələ nədən ibarət olacaq? Çox qısa xahiş edəcəm. Ticari-iqtisadi ilişkilər, orta dəhlizin əhəmiyyətinin artması, Zəngəzur dəhlizinin açılması, böyük coğrafiyada əməkdaşlıq, elm, akademik, təhsil sahədə olan inteqrasiyanın sürətlənməsi, digər tərəfdən enerji sahəsində birgə fəaliyyətin icra olunması, şərq ilə qərb arasında olan bağlantılarda bizim coğrafiyanın, bizim dövlətlərin ərazisindən keçən bu inteqrasiya müstəvisində addımların daha əmin atılması gələcək dövrün fəaliyyətini özündə birləşdirir və düşünürəm ki, əsas məsələ dövlətlərin bir-birinə olan yaxınlığıdır və dövlətlər arasında olan isti münasibətlərdir. Hər bir dövlətdə baş vermiş, deyək ki, təbii fəlakət və yaxud istənilən bir hadisə, terror hadisəsinə birgə biz görürük ki, reaksiya ifadə olunur və eləcə də uğurlar hər dövlətdə öz uğuru kimi qəbul olunur. Şübhəsiz ki, bu əməkdaşlığın yaxşı gələcəyi vardır və digər tərəfdən problemlər də dilə gətirildi və o problemlərin həlli yolları da bizdən asılıdır. Birgə əməkdaşlıq, məsəl üçün, deyək ki, Pakistan özü təkliflərini irəli sürdü ki, terrorla mücadilədə, sülh ilə bağlı, iqtisadi fəaliyyətlə bağlı Pakistanın özünün əl uzatması hadisəsini biz gördük. Digər tərəfdən Azərbaycanlı Türkiyədə əlbəttə ki, bu əməkdaşlığın əsas nüvəsində dayanan münasibətlərdir. Həm Türk dünyası, həm Türk Dövlətləri Təşkilatı üç tərəfli bu cür formatların sayı daha da çox olacaqdır. Məsəl üçün,
Biz müharibədən öncə bu formatları işlədik, hazırladıq. Bugün onun bəhrəsinin nəticəsini görürük və bu üç tərəfli formatlar Azərbaycanın geopolitik əhəmiyyətini artırır. Bu tendensiyanı daha da artırmaq və bölgə siyasətində də bu üç tərəfli formatları daha da sürətləndirmək önəmlidir. Bir daha sizə təşəkkür edirəm, bayramımızı təbrik edirəm. Əməkdaşlığımız və dövlətlər arasında birlik əbədi olsun. Biz də sizə təşəkkür edirik ki, növbəti tarixi bir məqamda, hadisədə dəyərli fikirlərinizi bizlə bölüşdünüz və inanırıq ki, bu cür hadisələr çox olacaq və hələ biz çox efirlərdə bizim tarixi uğurlarımızı müzakirə edəcəyik.